Aziz dostlar, mən yenə də İmişli rayonunda Elmar Otluq dünyasında. Nəyə görə gəldim bura? Gəlmişəm doğrusu Dovşanlığına və elə burada da eşitdim ki, məhz Elmar Otluq dünyasında bütün silahlara Zəfər günü münasibəti ilə noyabr ayının 30'una qədər indirim var. Ürəyiniz istəyən silahlar burada var. Gəlin, hər bir silaha indirim var, əldə edin çünki hal-hazırda havalar isti keçir, ancaq sizə söz verirəm ki, bir həftədən sonra Azərbaycan ərazisində ov mövsümü açıq yox, ov mövsümü qaynayacaq. Çünki lazımdır ki, tez bir zamanda silahı alasınız və gidəsiz ola. Onun üçün də gəlin Elmar Otluq dünyasına, İmişli rayonuna və burada sizi personal yüksək səviyyədə qarşılayıb, bütün sizə lazım olan silahları sizin üçün təqdim edəcəklər. Əziz dostlar, mən çöl adamı olaraq hökümdarı seçdim. Bax, indi sabah tezdən də çıxır çəkilişə. Bax, bu hökümdar silahları ilə, yəni tək olmayacağım, Amir qardaş da məndən olacaq. Necə ov elədik, onun da şahid olasınız. Onun üçün də lazımdır ki, sadəcə gələsiz İmişli rayonuna, Elmar Otluq dünyasına düz gəlirmi? Bəli, bəli. Elmar Otluq dünyası yolunuzu gözləyir, əziz izləyicilərimiz. Gəlin bura, istənilən belə də formada, rəngdə, yəni o sandığı neçə patron tutur, 5, 7, 8, hər formada silahlar var. Onun üçün də gəlin bura, Allah mən yalan demirəm. Siz özünüz bilirsiniz ki, mən hər şey olduğu kimi deyirəm və olduğu kimi də ov edirəm. Bir də bir şey nəzərlərinə satdırıb ki, hökümdarlar tək borçlu. Tək borçlu. Bu da o deməkdir ki, uzaq məsafədən hədəfi yerindəcə məhv edir. Buyurun, Elmar Otluq yolunuzu gözləyir. Buyurun dostlar. Gəlin.